Xətai rayonu Enzes qəsəbəsi Babək prospektinə yaxın kombisi olan 2 mərtəbəli 4 otaqdan ibarət həyət evi satışa çıxıb. Demək olar ki, təmiri yaxşıdır. Aşağıda mətbəxdir, bir otaq. Ev boşdur. Evdə yaşayış yoxdur. Yəni alan adam tez də köçə bilər. Əşyalar gedəcək, mətbəx mebeli qalacaq. Yəni kürsülüdür. Buradan ikinci mərtəbə. İkinci mərtəbədə də dəhlizlə bölünmüş otaqlar. 3 otaq. Pəncərələri, yəni qabağı açıqdır, heç bir yerə baxmır, kimisə, nə bilim, divarına, harasa belə yaxın məsafədən hasar keçmir, ara məsafələri var. Uzun müddətdə evdə yaşayış yoxdur. Yəni, yuxarıda 3 otaq, aşağıda da bir otaq, mətbəx, həyəti bəlkə var. Bazar qiymətindən aşağıdır, yəni bazar qiyməti bu saat evlər hamısı od tutub yanır. Nəzərə alsaq ki, bir otaqlı xruşovka dediyimiz ev, 23-24 kvadratlıq ev 110 min, 115 mindir. Bunun qiyməti yəni münasib olacaq. Belə bir təmirli şəraiti olan evdir.